Salam, hər vaxtınız xeyir əziz abituriyentlər. Bildiyiniz kimi bugün aprelin 27-si 9-cu siniflərin buraxılış imtahanı keçirildi. 3-cü zonada deməli imtahanın listening istisna olmaqla digər suallarının cavablarını izah edəcəyik. İlk öncə bu imtahanın PDF forması YouTube'da videonun aşağı hissəsində yerləşdiriləcək. Kim istəsə oradan daxil olub PDF formasının hər üç fənni əldə edə bilər. Və kanala abunə olmağı unutmuruq. Başlayaq birinci short tekstlərlə, yəni qısa mətnlərimizlə. 5-ci suala baxırıq. Dear Kathleen, hi, how it's going? First of all, thank you for the birthday card with warm wishes. That's so nice of you. I'm organizing a little party for my birthday this Friday. It will not be very big. Only a few of my best and closest friends are invited. We are going to have the party at my cousin's house. I will be happy to see you there. Love, Mary. Deməli, qısa mətnimiz verilibdir. Baxaq görək mətnə aid olan hansı versiya, hansı variant doğrudur. A bəndinə baxaq. Mary wants only Kathleen to come to her birthday party. Mary istəyir ki, yalnız Kathleen onun ad günü partisinə gəlsin. Amma fikir verin, burada nə deyir? Deyir ki, it will not be very big, böyük olmayacaq. Only a few of my best and closest friends are invited. Yalnız mənim ən yaxın, ən yaxşı dostlarımdan bir neçəsi dəvət olunubdur. Yəni, təkcə Kathleen yox, başqa dostlar da dəvət olunub. Kathleen is celebrating her birthday this Friday. Kathleen öz ad gününü bu 5-ci gün qeyd eləyəcək. Diqqət edin bura, məktubu yazan Kathleen deyildi. Məktubu yazan sonda qeyd olunur həmişə. Mary məktubu yazmışdı, Kathleen'i dəvət eləyirdi. Deməli, ad gününü qeyd eləyən Kathleen yox, Mary idi. Bunu çıxırıq. C bəndində Mary asked for Kathleen's help for her birthday. Yəni, ad günü üçün Kathleen'dən kömək istəyir, kömək xahiş edir. Sadəcə onu dəvət eləmişdi ad gününə, kömək istəmirdi. D bəndində Mary thanks Kathleen for the wish and invites her to the party. Kathleen'ə ən yaxşı arzularını çatdırır və onu öz partisinə dəvət edir. Bu D bəndi düzgün olacaq. Elə burada fikir verin. First of all, thank you for the birthday card with warm wishes. Yəni, ən xoş arzularımla. Və onu dəvət edir nəyə? Öz ad günü partisinə. Y bəndində Kathleen is sorry for not taking part at the Mary's birthday party. Kathleen Mary'nin doğum günü partində iştirak edə bilmədiyinə görə çox üzülür. Bu, təbii ki, olmayan bir faktdır, mətndə olmayan. Cavabımız olacaq burada D bəndi. 6-ya baxaq. Buy our new healthy sweets. They contain less sugar and are perfect for everyone to eat. Buy one and get another one for free. Don't be late to visit our place for these tasty sweets. Deməli, bu mətndə aid olanlara baxaq. İlk öncə mətndə nə deyir? Bizim sağlıqlı, yəni sağlam şirniyyatlarımızdan alın. Onlar az şəkər özündə ehtiva edir və hər kəs üçün, yeməyi üçün mükəmməldir. Birini alın deyir, digərində pulsuz əldə eləyin və bizim bu dadlı şirniyyatlar üçün bizim yerimizə, bizim məkanımıza gəlməyi unutmayın ya da bizim məkanımıza gəlib bu dadlı şirniyyatlarımızdan alın deyir. A bəndi nə deyir? The sweets will be for free if a person visits the place for the second time. Deyir, əgər bir nəfər ikinci dəfə həmin yerə, həmin məkana gələrsə, onun üçün bu şirniyyatlar pulsuz olacaq. Təbii ki, belə deyildi. İkinci sadəcə gəlmirsən, birini alırsan, ikincini alsan pulsuzdur artıq. B bəndində the sweets in this place are not good for everyone to eat. Burada are not good deyir. Yəni, hər kəsin yeməsi üçün yaxşı deyil deyir. Amma bizdə hər kəsin yeməsi üçün yaxşı idi deyir. B də səhvdir. C bəndində the second sweet becomes cheaper when you buy one. Əgər birini alırsansa, digər şirniyyat, ikinci şirniyyat daha ucuz olur. Daha ucuz yox, pulsuz olurdu. All healthy sweets are for free if a person visits a place with a friend. Əgər dostu ilə gəlirsə, həmin yerə bir şəxs, bütün şirniyyatlar ona pulsuz olacaq. Belə də deyildi. Sadəcə ikincini alırsansa pulsuzdur. The new sweets don't contain much sugar. Yəni, bu yeni şirniyyatlar çox şəkər ehtiva eləmir özündə. Yəni, tərkibində çox şəkər yoxdur. Bu düz idi. Y bəndidir cavabımız. 7-yə baxaq. Dear mom and dad, I feel very excited because in a week
I'll be with you again for a holiday. I enjoy my job in London very much. My students are all very friendly to me. I'll arrive in Basel this Friday morning. Can you meet me at the station as I'll have a lot of luggage. Love and all good wishes, Freyda. Deməli, mətnimiz nə haqqındadır? Anası və atasına məktub yazıbdır. Mən çox həyəcanlıyam, çünki bu həftə yenidən bayrama görə sizlə bir yerdə olacağam və Londonda öz işimdən çox zövq alıram deyir. Şagirdlərim mənə qarşı çox mehribandırlar. Mən 5-ci gün səhər Bazelə gəlib çatacağam. Məni stansiyada qarşılaya bilərsinizmi? Çünki çoxlu yüküm olacaq. Sizi sevirəm və sizə xoş arzular arzulayıram. Freyda yazıbdı məktubu valideynlərinə. Freyda's parents are leaving for Basel to be with their daughter. Deyir ki, Freyda'nın valideynləri qızı ilə birlikdə olması üçün Bazeldən çıxacaqlar. Bazeli tərk edəcəklər. Əksinə Freyda Bazelə gəlirdi. Freyda's parents are very excited for their daughter's arrival. Freyda'nın valideynləri qızının gəlişinə görə çox həyəcanlıydı, amma burada bu fakt yoxdur. Sadəcə qızının həyəcanlı olduğu deyilir. I feel very excited deyir. Bunu deyən Freyda'dır. C bəndində Freyda asks her parents to meet her at the station. Freyda valideynlərinə onunla stansiyada görüşməyi xahiş edir. Bu düz olacaq, çünki demişdi ki, mənimlə stansiyada, bax bu hissədə deyir, can you meet me at the station? Mənimlə stansiyada görüşə bilərsiniz, çünki çoxlu yüküm var deyir. C bəndə elə düzgün cavabdır. D-də Freyda wants her family to meet her students. Freyda valideynlərinin onun şagirdləri ilə görüşməsini istəyir. Belə şey yox idi. Freyda will arrive in Basel with her students next week. Növbəti həftə şagirdləri ilə Bazelə gələcək deyir. Bu da təbii ki, səhvdir. Belə şey yox idi. Cavab C-dir. Davam edirik böyük mətnimizlə. Mətnimizin ilk 3-4 cümləsinə baxaq. Africa is home to one of the most famous tribes, the Maasai. They are known for their unique customs. Afrikanın ən məşhur qəbilələrindən biri Maasai'dir. Onlar öz bənzərsiz adətlərinə görə məşhurdurlar. Maasai, the name Maasai means the one who speaks the Ma language. Maasai sözünün mənası Ma dilində danışan adam deməkdir. The Maasai people travel a lot, moving from one place to another in groups. Bir yerdən başqa yerə köçürlər, qrup şəklində. Yaxşı, buradan baxaq görək 8-ci sualda. Mətnə görə səhv olanı istəyir. The name of the tribe comes from the language that is spoken by them. Yəni, deyir ki, qəbilənin adı bu dildə danışan, yəni dildən gəlibdir. Bu dildə danışan insanlardan gəlibdir. Bu düzdür də, bizdən səhvi istəyir. Çünki dedik ki, Mas dilində danışan adam deməkdir, Maasai sözünün mənası. Building traditional houses in Maasai women's duty. Ənənəvi Maasai binalarını tikmək, evlərini tikmək Maasai qadınlarının vəzifəsi idi deyir. Duty vəzifədir. Bu hala görə burada kimin vəzifəsi idi? Fikir verin, burada the top of the house are made of grass. It's a job. Burada deyir, fikir verin. It's a job of Maasai women to build these traditional houses. Yəni, bu ənənəvi evləri tikmək Maasai qadınların işidir deyir. Bu da düzdür. Bizdən səhvi istəyirdi. Bunlar düzdür. The Maasai is a group of people who live in one place till the end of their life. Maasai insanları, Maasai ümumiyyətlə deyir, həyatının sonuna qədər bir yerdə yaşayan insanlar qrupudur deyir. Amma elədirmi? Bax, burada nə deyir? The Maasai people travel a lot, moving from one place to another in groups. Yəni, Maasai əhalisi çox səyahət edir, bir yerdən başqa yerə qrup şəklində köçürlər. Deməli, onlar həyatın sonuna qədər bir yerdə yaşamırlar, köçəri qəbilələr idi. Cavabımız burada C bəndidir, səhvdir. 9-a baxaq. Mətn nə haqqındadır? Mətn Maasai haqqındadır. O da Afrikanın qəbilələrindən biridir. İndi baxaq görək Maasai sözünə, yəni Maasai qəbiləsi adına uyğun gələn variant hansı olar? A bəndində the well-known tribe in Africa. Afrikada məşhur bir qəbilə düzdür də. Bu çünki mətnin il əvvəlində deyirdi ki, Maasai Afrikanın məşhur qəbilələrindən biridir. Baxın burada Africa is home to one of the most famous tribes, the Maasai. Afrika məşhur qəbilələrdən birinin evidir. Maasai kimi məşhur qəbilələrdən birinin evidir deyir.
Deməli, məşhur qəbilə idi Afrikada Masai. Ona görə elə cavabımız A bəndə olar burada. 10-cuya baxaq. The Masai men jump high while dancing too. Masai kişiləri yüksəyə tullanır rəqs eləyərkən. Niyə? Bunun səbəbi nədir? Baxaq görək. İkinci abzasda deyir, the most famous Masai dance is the Adumu. It's the jumping dance performed by young men. Onlar, bu rəqs kişilər tərəfindən ifa olunur. They try to jump as high as possible. Onlar bacardıqları qədər, mümkün olduğu qədər yüksəyə tullanmağa çalışırlar. By doing it, bunu edərək, they show their strengths. Onlar güclərini göstərirlər. Güclərini göstərirlər. Burada elə işarələnibdir. C bəndi, show how strong they are. Yəni onlar bununla nə etmək istəyir, nə qədər güclü olduğunu göstərmək istəyir. Cavabımız C bəndidir. 11-ə baxaq. Why is a baby's hair cut after 3 months? Niyə körpələrin saçı 3 aydan sonra, yəni doğulandan 3 aydan sonra kəsilir? Baxaq bunun səbəbi nə idi? Deməli, then a special event is held. During this event, the child is given a name. Sonra bir dənə xüsusi tədbir keçirilir. Bu tədbirdə uşağa ad verilir. His hair is cut and it shows. Onun saçları kəsilir və bu göstərir nəyi? It shows the beginning of his life in the community. Həmin o cəmiyyətdə, ictimaiyyətdə yeni həyatın başlanğıcını, yəni qəbilənin daxilində yeni həyatın başlanğıcını göstərir. Bu cavaba uyğun olan it shows the start of the baby's life in the tribe. O qəbilədə uşağın həyatının başlanğıcını göstərir, nümayiş etdirir. Cavabımız olacaq B bəndi. 12-də bizdən nəyi istəyir 12-də? Bizdən düzləri istəyir. The Masai can construct their houses in different places easily. Masai qəbiləsi fərqli yerlərdə öz evlərini asanlıqla inşa edə bilirlər. Bu düz olacaq. Deməli, burada fikir verin, Masai qəbiləsi insanları tez-tez bir yerdən başqa yerə qrup şəklində səyahət edir. So they build houses which be constructed in your place easily. Buna görə də onlar evləri yeni yerdə asanlıqla inşa edə bilirlər. Bir düzdür. Masai people name their children when they are born. Masai insanları uşaqları doğulan kimi onlara ad verirlər. Bu səhv idi. 3 ay sonra olmalıdır deyəsən. Bana görə Masai children are not named when they are born. Burada birinci cümlədə deyil. Uşaq doğulan kimi ona ad verilmir. The Adumu is the most well-known Masai dance. Adumu məşhur ən məşhur Masai rəqsidir. Bu düz idi. The most famous Masai dance is the Adumu. Burada cavabımız 1-3 olar yəqin ki. 4-ə baxaq. Masai mother and newborn child live with others after the child is born. Masai qəbiləsində ana və yeni doğulan uşaq başqaları ilə, yəni uşaq doğulandan sonra başqaları ilə bir yerdə yaşayır deyir. Amma bu səhvdir. Çünki burada deyir ki, in this period the mother lives alone. Yəni bu müddətdə, yəni uşaq doğulandan 3 ay sonraya qədər həmin ana və uşağı tək yaşayır. Yəni öz uşağı ilə biri tək yaşayır. Burada cavabımız 1-3-dür. Qrammatika sualları ilə davam edək. Choose a correct pair of compound nouns. Mürəkkəb isimləri istəyir. Poet sözü sadədir, chess sadədir, salt sadədir. Artist və friendship sözləri də düzəltmədir. Mürəkkəb olan birthday-dir və bookshop-dur. Cavabımız olur D bəndi. 14-də preposition testidir. Söz önüdür. One of the women stole the research papers from the laboratory. Qadınlardan biri tədqiqat kağızlarını laboratoriyadan uğurladı. From, Y bəndi. 15-də buy sözünə antonim təbii ki, buy almaqdır, satmaq nə olacaq? Sell, B bəndi. 16-da definition verilibdir. Deməli, to agree to take something that is offered or given, yəni təklif olunmuş və yaxud da verilmiş nə isə qəbul eləmək, almaq, götürmək, bu elə qəbul etmək deməkdir. To accept, B bəndi. 16-da B bəndi. 17-də dialog formasında olan bir cümlədir. Birinci cümlədə sual sözünü biz qoymalıyıq. I'm sure it's Miranda deyir. Is Rosie talking to on the phone? Rosie telefonda danışır. Kimlə? D bəndi. Cavabda da deyir. I'm sure, əminəm ki, o Mirandadır. 18-ə baxaq. Cümləni məzmun növə çevirməliyik. Nəqli cümlədir. I ate sandwich for breakfast.
Biz bilirik ki, məlum cümləni məhsula çevirəndə cümlənin tamamlığı tapılır. Tamamlığımız sandviçdir. Cümlə aynən başlaya bilməz. Zamanı müəyyənləşdirib ona görə məhsul növü qoyuruq. To be üstə participle to verməliyik. Ate keçmiş zamandadır. Keçmiş zamanda was və üstə participle to olur məhsul növ. Ona görə də cavabımız qalır burada A bəndi. Sandwich was eaten for breakfast. 19-a baxaq. Is a large amount of water covering an area that is usually dry. Adətən quru olan bir yerə böyük kütlədə su toplanmasına nə deyilir? Bu daşqındır da, flood. Flood daşqın ümumiyyətlə quru əraziyə suyun gəlməsinə deyilir də. Ona görə burada cavabımız olacaq A bəndi. 20 modal feildir. Modal feildə birinci qrammatik səhvləri çıxırıq. To be able to, biz bilirik həmişə to ilə işlənən modal feillərdəndir. Burada to'lar verilməyibdir. Could və might'dan sonra heç vaxt to qoya bilmərik. Cavabımız olur B bəndi. Hamısı qrammatik səhvdir. 21-ə baxaq. Yesterday, yesterday keçmiş sadə zaman zərfidir. Past simple. Fikir verin, burada and bağlayıcı ilə bağlanan həmcins xəbərlər verilib. O zaman ikisi də keçmiş sadə zamanda olacaq. Cavabımız olur burada. Yesterday I wrote a letter to my parents and sent it. C bəndi. Davam edirik. 22-də conjunction bağlayıcı testidir. Gələk hər iki cümləni tərcümə edək. Bir də bu testi elə zamanlardan da siz yanınıza sala bilərsiniz. Bilirsiniz ki, ingilis dilində zaman uzlaşmasının pozulduğu məqamlardan biri sinif bağlayıcının işləndiyi cümlələrdir ki, burada da həmin cümlələrdən biridir. Bağlayıcı ilə I have been to the restaurant once since it opened. Yəni, mən bu restoran, o açılandan bu yana mən bu restoranda bir dəfə olmuşam. Cavabımız olacaq burada since bağlayıcı. Since bağlayıcı olanda since'in sağ tərəf keçmiş sadə zamanda olur, digər tərəf indiki bitmiş zamanda. Bunu zaman qaydası ilə də yazmaq olar. Davam edirik 23-də. 22-yə baxdıqdan sonra. 23-də bizdən close meaning istəyir, yaxın mənalı sözləri. Tiny, big, balaca, böyük, bunlar antonimdir. Better, worse, yaxşı, daha yaxşı, daha pis, bu da antonimdir. Healthy, sağlam, xəstə. Quiet, noisy, sakit, səs-küydür. Burada sinonim G bəndindədir. Ancient, old, qədim. Emily is one of the most generous students. Təbii ki, sifət üstünlük dərəcəsi Z artikli ilə işlənir. In the class olur. Söz önlənlərin düzələn yer zərflərində ismin qabağında Z qoyuruq. Cavabımız olur C bəndi. 25-də agreement mövzusudur, mübtəda xəbər uzlaşması. Mübtəda of-la olan ifadə verilibsə, biz əsas söz kimi of-dan əvvəlki sözə baxacağıq, xəbər onunla uzlaşır. The product sözü cəmdə olduğu üçün xəbərimizi cəm verəcəyik, arla were. 1-2. Bu da oldu bizim qrammatika. 26-da da şəkil verilib, minimum 35 sözdən ibarət. Bizdən bir inşa esse istəyir və diqqət edin 9-cu sinifdə esse çox önəmlidir. Çünki 16.6 bal verir və balımızın böyük bir əksəriyyətini esse verdiyinə görə daha yaxşı, daha təkmil səviyyədə düzgün şəkildə bir esse yazmaq lazımdır. Hər birinizə uğurlar arzulayıram. Sağ olun.